Deməli. İndi yox, indi başlayırıq yazmağa. Hə, indi yazacağıq. Bir yerdə biz konseptləşdik. Az konseptdir də. Səhv eləyirsən. Yox, çıxart onu. Çıxart. İkili maqal. Bəli. İndi isə sən bu qoparız osi. Gəl fikirləşək ki, biz bu YouTube kanalımızda nə haqqında danışacağıq? uncomfortable həyat. Azərbaycanda bunun alternativi olmadığı üçün deyə bilmirəm nəyə oxşuyur. Mən təklif eləyirəm ki, çox casual bir ortam olsun. Biz 10 ildir Amerikada yaşayırıq da. Gözəl bir nöqtəyə toxundun. İndi biz 10 il, ikimizin də bu il 10 ilimiz tamam olur Amerika ilə. 10 il keçir. Mən ya 9 il yadımdadır. Bu 2026-dır da 10 il. 2016-da gəlmişik. Bu bizə yəqin ki, hansısa bir təcrübə verir ki, biz bu haqqda indi hiss elədik ki, biz bu haqqda danışmaq istəyirik. Amerika haqqında danışmaq istəmirik, amma 10 ildə nə Amerika bizim üçün nə deməkdir? Bizi necə formalaşdırdı insan olaraq? Bir də 30-larında Amerikada yaşayan Azərbaycanlılar olaraq bir niş bir kütləyik biz hal-hazırda və ona görə yəqin ki, kiməsə maraqlı olarsa baxar, əgər kiminsə sualları olarsa çalışaraq cavablandıraq. Ya heç kim baxmasa da Zosi, mən girər baxaram bizə. Durmadan. Mən neyim ki, mən çox ağıllıyam. Mənə maraqlıdır insanların fikri. Biz səlis Azərbaycanca danışmağımızmı daha maraqlı olar, yoxsa əslində həyatda danışdığımız kimi 4 dili bir-birinə qatıb iyrənc bir, yəni əslində iyrənc görünür o. Amma mən onda da bir gözəllik görürəm, çünki bu çox bizə spesifik, yəni bizim ən Azərbaycanlı xüsusiyyətlərimizdən biridir deyə mənə bu sweet də gəlir. Azərbaycan dilində istəsəm çox səlis danışa bilərəm durmadan. Və bunun səbəblərindən biri də odur ki, mən Azərseldə müştərilər xidmətində işləmişəm. Bəlkə də bir çoxları mənim səsimi eşidibdi oradan. Kimlərlə dalaşmısan? Çox aqressiv bir təmsilçidir. Ağırda dedilər Aysel. Ya biz qovuruq yazınca. Anyways, 2009-dan 2011 arası müştəri xidmətlərində Aysel ilə danışıb dalaşan varsa o mən idim. Onda gəl mən səndən birinci sualımı soruşum. 10 il Amerikada yaşamaq sənin üçün nə deməkdir? 10 il Amerikada yaşamaq, həm 10 il ərzində ümumiyyətlə insan özü dəyişir, çox dəyişim yaşayır. Yəni mən bura gələndə uşaq idim deyə bilərəm. Uşaq deyil idim technically, amma beyin olaraq həqiqətən də özümü indi düşünəndə fikirləşirəm ki, uşaq idim və 10 il ərzində tək Amerika deyil, dünyanın harasında yaşasam çox böyük dəyişimlər yaşamış olaram, amma xüsusilə Amerikanın qatdığı bir çox şey var. Nədir o? Uncomfortable həyat. Yəni komfort zonasından çıxdığımız bir həyat. Komfort zonasından çıxdığımız həyat. Yəni Azərbaycanda həyat o qədər rahat və o qədər aydındır ki, hər şeyi bilirsən. Yəni ki, ağ, qara, hər şey çox düzdür. Amerikada həyat o açıdan biraz çox daha çətindir. Bəlkə Azərbaycanda olsaydım bunun fərqinə heç vaxt varmazdım. Çünki Azərbaycanda həyat çox bizidir. İnsan hər zaman çox saylı insanların əhatəsində olur. Ona görə Amerika mənə bunu göstərdi. İndi mən 10 il Amerikada yaşamış insan olaraq deyə bilərəm ki, bundan sonra da bir 10 ilimi də başqa bir ölkədə yaşamaq istəyərəm. Çünki böyümək üçün və özünü daha dərindən tanımaq üçün, özünün fərqli tərəflərini tapmaq üçün, fərqli situasiyalarda insan çarəsizlikdən bəzən özündə bəzi şeyləri kəşf eləyir ki, onu normalda kəşf edə bilməz. Özümü kəşf eləmək, Amerikanın qatdığı, özümü kəşf eləmək, komfort zonadan çıxmaq, heç bir şeyin imkansız olmadığını anlamaq, hər şey insanın öz əlindədir. Və bəzən, ay mən bunu edə bilmərəm dediyin şeydə gedirsən, elə qəşəng eləyirsən ki, məcburiyyət qarşısında. Ona görə, ümumiyyətlə, Amerika deməyək, xaricdə yaşamaq insanı böyüdür. Belə bir sual. Həyatının hər hansı bir dönəmində, bu son 10 il ərzində düşünmüsən ki, əşi mən nə qələt elədim, Amerikada mən nə itirmişdim. Hə, yox və niyə? 100% yox, heç ağlıma belə gəlməyib bu sual. Çünki çox praqmatik baxıram ki, okey, mən artıq bu ölkəyə gəlmişəm. Bu ölkədən qazandıqlarım itirdiklərimdən daha çoxdur, buna inanıram.
Məncə elədir. Hə, və analiz eləyəndə baxıram ki, daha çox müsbət tərəfi var Amerikanın mənim həyatımda. Deyə bilmərəm ki, mən bu ölkəni haçansa sevmişəm. Mən heç bura gəlmədən də heç vaxt belə Amerika aşiqi bir insan olaraq. Çünki Bakıda yadımdadır, yəni ətrafımda, çevrəmdə elə insanlar var idi ki, Amerika gedək falan belə danışan. Məndə o hiss heç vaxt olmayıb. Sadəcə buranı belə dənəmək üçün bura gələndə gördüm ki, okey, əgər belə bir imkan varsa, burada özümü sübut etmə imkanım varsa, niyə də yox? Yəni elə bir yolla gəlib çıxmışam bura. İndi baxıram ki, qram peşman deyiləm 10 il sonra və başa düşürəm ki, ən azından yəni bura gəlmişəm, buradan çox şey öyrənmişəm. Demirəm ki, burada həyatımın sonuna kimi özümü burada görürəm. Yəni ümumiyyətlə elə yaşamaqdan çox sıxılan bir insanam. Mən istəmirəm ki, mən bilim həyatımın sonu harda necə olacaq. I don't want to know that. Olduğu kimi yaşayıram da, həyatı necə gəldi. Və əlbəttə çox çətinliklərimiz olub. Yəni mən əslində sevinirəm ki, biz Zosi ilə bu nədirsə bunun adı bunu edirik. Çünki podcast Zosilər. Biz yalandan belə şey göstərmirik də ki, ay dünyanın ən gözəl ölkəsindəyik və yaxud da ki American Dream, yəni Amerika arzuların yerinə yetirib. Son illər ümumiyyətlə elə bir yer deyil Amerika. Yəni son illər çox şikayət doluyur. Ay nə qədər struggle'lar. Hə, yəni ona görə o qədər əslində çətinlik də görmüşük burada, əziyyət də çəkmişik. Yəni asan deyil bura gəlmək, burada yaşamaq və burada özünü necəsə var etmək elə də asan bir iş deyil. Ona görə yəni onu deyə bilərəm ki, bütün çətinlikləri biz burada yaşamışıq. Əgər sizə maraqlıdırsa, suallar verin, biz danışaq. Çətinliklərindən də realistik Amerika haqqında danışan insanlar istəyirsinizsə, biz buradayıq. Çünki istər-istəməz YouTube-da ya da Instagram-da çox görə bilirik ki, belə də yəni olduğundan çox daha gözəlləşdirilmiş, illüziya kimi, bir utopiya kimi göstərilir. İnanmıram ki, bura bir utopiyadır, bura distopiyaya daha yaxın. Biz burada nə işimiz var soruşsanız, biz də bilmirik. We are fucking stuck. Yeah, we're just figuring out ki bizim burada nə işimiz var. Yo, zaten insan dediğin şey həyatı boyunca bir irəliləməyə doğru gedir də. Nə fərqi var mən bu irəliləməyə doğru getdim? Böyük fərqi var, amma eyni zamanda da it doesn't matter, sən onu orada yaşayırsan, Azərbaycanda yaşayırsan, İstanbulda yaşayırsan, Almaniyada yaşayırsan və yaxud Amerikada yaşayırsan. Ona görə mənim tərcihim gördük, yaşadıq, gördük, çox gözəldir. Mən Bakını çox sevirəm. Özüm Sumqayıtda doğulmuşam bu arada. Sumqayıtı da çox sevirəm. Amma həmişə mənə maraqlı olubdu ki, okey də bunun qırağında da başqa həyatlar var. Məsələn, bütün ölkələrdə yaşamaq şansım olsa artıq gedərəm planetləri kəşf eləyərəm. Gedərəm biraz ayda yaşayaram, biraz Marsda yaşayaram. Doymur, bu qız doymur. Doymuram. Marsda həyat var bu arada. Почти что. Почти var. Tak işte olan kimi məni göndərə bilərsən. Ya sağ olun dostlar olmasın da. Yox, mənə elə gəlir ki, iminə şey qoymaq lazımdır ki, növbəti dəfə biz nə haqda danışaqsa, o bizə idea versinlər, onu nətərsə mention eləmək lazımdır. İstəyirik bu daha chill ortam olsun, daha rahat ortam olsun. İstəyirik ki, insanlar ciddi mövzularla daha ciddi insanlara müraciət eləsinlər. Biz burada qağa yeyəcəyik. Təbii ki, bu daha chill bir ortam olduğu üçün biz istəyirik daha səmimi və daha maraqlı söhbətlər olsun, daha texniki şeylər deyil də, bunun daha spiritual, daha mənalı tərəflərini sizlə bölüşək, müzakirə eləyək. Sizin suallarınız əsasında hansısa bir mövzuları açaq. Bizə də çox maraqlıdır ki, sizə nə maraqlıdır? Sizə nə maraqlıdır? Yəni biz bu platformada həm belə oturub sizlə danışacağıq. Məsələn, gəzməyə gedəndə və yaxud maraqlı bir sizə maraqlı olacaq şeylər olanda gedib çəkə bilərik. Hayda, Biltmore Estate'a gedərik də Zosi. Estate'lərə gedəcəyik, muzeylərə gəzə bilərik. Yəni deməyim ki, belə bunu həftəlik belə çox ciddi bir şəkildə eləyəcəyik. Təbii ki, bizim də indi responsibility'lərimiz var burada. Yes. Amma ki, maraqlı kontentlər çəkməyə çalışacağıq sizin üçün. Bu arada bu haqda da heç bir introduction vermədik. Nə vaxtda? Ki biz Zosilərik. Bu arada biz Zosilərik. Axırda yadımıza düşdü. Mən Zosini tanımışam nə? 2012, 2011. 2011. Mənim ən uzun müddətli dostluğum Zosidir. Zosidən əvvəl də dostlarım olub, amma indi yoxdular.
Yaxşı ki də. Amma Zosi mənim ən uzun müddətli dostumdur. Bakıdan mənim yaxın dostumdur və həyat tamamilə təsadüfən. Çox təsadüfən və həyat elə gətiribdi ki, biz gəlmişik bu cürə böyük ölkədə bir-birimizi yenə də tapmışıq. Və eyni ştatda təsadüfən yaşamışıq. Ümumiyyətlə, bax bu mövzu mənim üçün ayrıca bir podkastın mövzusudur ki, insanlar bir-birlərini niyə tapır? Bunu ayrıca bir gün mütləq danışacağıq. Çünki mən bu haqqda çox fikirlərim var. Əminəm sənin də var. Hamısını eşitmək istəyirəm. İstəyirəm sən də mənim bütün fikirlərimi eşidəsən. Bu arada bizim adlarımız da var. Və adlarımız da var, amma 2011-dən biz bir-birimizə Zosi deyirik və bunun arxasında heç bir səbəb, yəni adlarımızın heç bir əlaqəsi yoxdur Zosi sözü ilə. Sadəcə bir-birimizə Zosi deyə xitab eləyirik və o gün bu gün biz ikimiz də bir-birimiz üçün Zosiyik. Sizinləyik, danışacağıq. Bye.